Ailənin dağılması cəmiyyətin ən böyük problemlərindən biridir. Hər il dünya üzrə milyonlarla insan boşanır və bu rəqəm hər il artır. Məsələn, 2024-cü ildə yalnız Azərbaycanda 21688 boşanma qeydə alınıb. 2000-ci ildə isə bu rəqəm yalnız 5478 idi. Bəs boşanmalara səbəb olan əsas problemlər hansıdır? Məsələn, ünsiyyət problemləri, xəyanət və yalanlar, maddi çətinlik, işsizlik, ailənin digər üzvləri ilə yaranan problemlər, sevgi və hörmətin azalması, fərqli həyat məqsədləri, uşaqların tərbiyəsi ilə bağlı fikir ayrılıqları, zərərli vərdişlər, zorakılıq və fiziki təzyiq. Evlilik sadəcə bir imza deyil. Bu iki insanın bir ömür boyu bir-birinə dayaq olması deməkdir. Hər şey sevgi ilə başlayır, amma sevginin davam etməsi üçün hörmət, səbir və anlayış vacibdir. Kişi qadına sahib olmaq üçün yox, onu xoşbəxt etmək üçün evlənməlidir. Qadın isə yanında güvəndə olduğu bir kişiyə sevgi və dəstək verməlidir. Hər gün bir-birinizə sevginizi xatırladın, diqqətli olun, dinləyin, unutmayın. Gözəl evliliklər təsadüfən yaranmır. Onlar zəhmət, sədaqət və sevgi ilə qurulur. Evlilikdə haqlı olmaq deyil, xoşbəxt olmaq önəmlidir. Bəzən susmaq, bəzən qucaq açmaq, bəzən sadəcə mən buradayam demək kifayətdir. Sən dəyişdikcə münasibətin də dəyişəcək. Amma dəyişməyin məqsədi qarşı tərəfi xoşbəxt etməkdir. Bu dəyişiklik çox gözəldir. Hər münasibətdə çətinliklər olur, amma vacib olan odur ki, o çətinlik zamanı əlini buraxmamaqdır. Ailə bir problem çıxanda çıxış yolunu birlikdə axtarmaqdır. Bir-birini günahlandırmaq deyil. Səssiz qalıb dinləmək, haqlı olduğun anlar belə könül almaq bacarmaqdır. Bunlar ailəni ayaqda saxlayan incə detallardır. Hər gün biraz mehriban olmaq, biraz da anlayış göstərmək illərlə davam edən birliyin sirridir. Ailə bir ömürlük dost olmaqdır və unutma, ev sevgi ilə yox, anlayışla möhkəmlənir.